Vətənimizin yolunda canımızı qoyacağıq. Əmrahovlar ailəsi Ağdam şəhərindən məcburi köçkün düşərək rayonun Qaradağlı kəndindən müvəqqəti məskunlaşıblar. 5 övlad böyüdən ailə Qarabağ müharibəsində 3 övladını və bir nəvəsini şəhid verib. Böyük oğul Vaqif Əmrahov ön cəbhədə, döyüş əməliyyatında. Digər övladları İnqilab və Tərlan arxa cəbhədə. Nəvəsi Arzu Məmmədov isə Füzuli istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O oğlum getdi şoför idi. Mühəndələrə çörəkdə orada əskərliyin elədi. Bacım oğlu da komendir idi. Atıblar, 3 elməni öldürüb. Elmər damandiri tutub, onu gözünü də çarpmışdılar. Onu nə deştek diridir öldürmüşdür. O biri də ki, çörək aldı, gələ, balalarına verək, doktorun maşını sürürdü. Atdılar, elə yolda qaldı, meydin yoldan götürürlər. Qəndiri ana 1992-1993-cü illərdə gedən döyüşlərdə 3 övlad bir nəvəsini itirsə də, bugün qürurludur. Çünki əzizləri vətən yolunda şəhid olub. 93 yaşlı ana deyir ki, bugün müharibə başlasa, yenidən 2 övladı və nəvələrini döyüşə göndərməyə hazırdır. Tək ki, işğalda olan torpaqlarımız düşmən tapdağı altından azad edilsin. Gecə gündüz çöllərdə olduq. Sıntıranla, zülümlə, əmmimiz qaldı, eşiyimiz qaldı, bala cəhənnəm ev eşik. Keşke şehitler kırılmayaydı. Keşke bak ben öleydim, şehitler ölmeyeydi. Ağlayanda o şehitler de ağlayıram. Bala şirin şeydi. Diğer dünyada ne şirindi? Derler bala. Yak şirindi bal. Derler bala şirindi. Şirindi Allah'a şükür. İndi ay ol, kurban olmuşa sıntıranla büyümüşük. Yaxşı günümüz vardı, deriliğimiz vardı, gəzişqılımız vardı. Gene bugüne şükür. Dövlət tərəfindən hər tərəfi qayğı ilə əhatə edilən Əmrahovlar ailəsi mənzillə təmin edilib. İndi ailənin ən böyük arzusu Ağdama qayıtmaqdır. Şamxal Cəliloğlu, Səbuy Sadiq, Baku TV.